Mən sizin elə bu tribunanızdan istifadə edərək təşəkkür etmək istəyirəm Fövqəladə Hallar Nazirliyinə. Mən şəxsən Kemaləddin müəllimə dərin təşəkkürümü bildirirəm. Onun bütün müavinlərinə təşəkkür edirəm. Xüsusən operativ işlədi Fövqəladə Hafdır müəllimə təşəkkür etmək istəyirəm. Çünki mən danışdım, nəinki operativ reaksiya verdilər. Açığı mən sizə deyim də, məsələ necədir. Mənim bir çox qohumlarım, xeyli, bir 30-40 nəfər qohumlarım, kəndçilərim, tanıdığım insanlarım, danışlarım, dostlarım Lökbatan qəsəbəsində yaşayırlar. Orada birinci massif var, o göldür. İnsanlar indi orada gölü doldurublar və yaxud kimlərdənsə alıblar, orada ev tikiblər. O göl su daşdı və o göl doldu və insanların orada 100-dən çox ailə 1 metr yarım suyun altında qaldı. Kasıb insanlardılar, indi onlar kefindən orada yaşamırlar. Və o gəlib indi kimlərsə gəlib belə ortadan baxdılar. Mən öz köməkçimi göndərdim. O da elə yeri gəlmişkən orada yaşayır. O orada çox çətin bir vəziyyətdə idilər. İnsanlar evindən çıxa bilməyən insanlar var idi. Hər kəs gəldi, baxdı, getdi. Heç bəziləri heç gəlib baxmağı da özünə rəva bilmədi. Bugün də orada 1 metrənin içərisindən suyun içində qalanlar var. Mən tez həyəcan təbili çaldım. Bir çox yerlərə zəng elədim. Telefonumu götürənlər də olmadı. Götürənlər də oldu. Amma bir can yandıran görmədim. Və əlacım gəldi ki, mən Fövqəladə Hallar Nazirliyinə zəng eləyim. Danışdım. Demək, çox operativ şəkildə. Artıq mənim zəngimdən sonra yarım saat ərzində komanda orada idi. Mən indi başa düşürəm, onların da çoxlu işləri var. Hər yerdə insanları xilas eləmək, su çəkmək. Axı bu, başa düşürəm bunlar, indi bunu da çatdırıb növbələşdirmək lazımdır. 4 gün, gecə, gündüz 2-3 növbəllik şəraitində onlar 4-5 güclü motorla o suyu çəkib dəmir yolun o tərəfinə tökdülər. İnsanların yarısının evinin suyu boşaldı, rahatlıqlarını təmin edə bildilər. Amma bugün də orada o problem qalır. Aidiyyatı qurumların belə hərəkətləri, danışıqları, açıqlamaları insanı lap da qıcıqlandırır. Mən deyərdim ki, orada böyük bir araşdırmalara ehtiyacı var ki, dövlət də işini bilsin ki, kim işinin ötəsindən gəlmirsə, bununla bağlı bir tədbir görülməlidir.